Cənab Prezident, hörmətli Mehriban xanım, mən haqqı tapdanmış bir vətəndaş olaraq sizə müraciət ünvanlayıram. Niftaliyeva Günay Elman qızı. Biləsuvar rayon ərazisində yerləşən 11 saylı Cəbrayıl qəsəbəsi, ev 164 ünvanında yaşayıram. Özüm isə Füzuli rayonuna məcburi köçkünüm. 1-ci Qarabağ müharibəsi şəhidi, milli qəhrəman Fərzəliyev Pəhləvan mənim atamın xalası oğludur. Müraciətim bizim məhkəmə prosesi ilə bağlıdır. 11 avqust 2025-ci ildə yol nəqliyyat hadisəsi baş verdi. Bu hadisədə yoldaşımı və 5 aylıq körpəmi itirdim. Özüm isə müxtəlif dərəcəli bəzən xəsarətlər almışam. Bu xəsarətlərə görə 3 ay mən yerdə yatmışam. Hal-hazırda bizim məhkəməyə Lənkəran Ağır Cinayətlər Məhkəməsi baxır və Xammət Nuriyev, Oruz Cəlilov və Nimət Məmmədov hakimlik edirlər. Bunlar qarşı tərəf Ağal Cəfər Naiboğlu'nu himayə edirlər ki, ona bəraət verməyə çalışırlar. Necə ola bilər ki, 2 insanın ölümünə səbəb olasan və bəraət alasan? Artıq bir ilə yaxındır ki, o çöldə gəzir, tutulmayıb. Mən isə evdə hər gün körpələrimin ata-bacı deyib ağlamaqlarına qulaq asıram. Mənim üçün ürəyim partlayır. Mən artıq dözə bilmirəm, mənə kömək eləyin. Mən müxtəlif ünvanlara məktub göndərməyimə baxmayaraq, mənə normal cavab vermirlər. Ki, məhkəmə prosesi gedir, biz heç ora müdaxilə edə bilmədik. Baş prokurorun, deməli, ekspertin rəyi bizim xeyrimiz olduğu halda onlar qəbul eləmirlər. Hər dəfə yalandan bir şahid gətirirlər məhkəməyə ki, günahkar olmadığını sübuta yetirmək istəyir. Hər dəfə bir insan gətirir. Hər dəfə bir yola əl atırlar. Adamları çoxdur, onun əhatəsi böyükdür. Mən isə təkəm. Mənə kömək eləyin. Mənim sizdən başqa köməyim yoxdur. Mənə heç kim kömək eləyə bilmir. Xahiş edirəm sizdən. Bu prosesin düzgün ədalətli yerinə yetirilməyinə, düzgün qərar çıxarmağına ancaq siz kömək eləyə bilərsiniz. Bunlar qarşı tərəfə istəyirlər, bəraət versinlər, çıxarsınlar. Mən isə onun tutulmağını istəyirəm. Çünki o mənim həyatımı məhv eləyib. Həyatımı məhv eləyən insanı da heç cür bağışlaya bilmərəm. Sizdən çox xahiş edirəm. Bir vətəndaş olaraq, bir ana olaraq, siz də bir anasız. Mən bucağımın körpəsini aldı o insan. 5 ay tamam olanda mən onu məzara qoydum. Bu hansı haqq ədalətə sığır? Bu heç bir haqqa ədalətə sığmır, yerə göyə sığmır. Çox xahiş edirəm sizdən, mənə kömək eləyin.